Bağırsaq təmizlənməsi edirəm və dedim çəkim paylaşım, insanlar üçün də faydalı olsun inşallah. Demək, biz bağırsaqları təmizləmədən heç bir xəstəliyə qalib gələ bilmərik. Bax, bu əsas məqamlardan biridir. Əgər siz bütün xəstəliklərdən uzaqlaşmaq və bu ömrü qədəri sağlam yaşamaq istəyirsinizsə, bağırsaqları təmizləyib siz sağlam həyat tərzinə gəlməlisiniz. Mütləq. Maqni sulfatla da bağırsaq təmizlənməsi olunur. Mən dəfələrlə danışmışam, göstərmişəm. Gənəgərçə yağı da çox gözəl fayda verir. Gənəgərçə yağı ondan rahatdır, həm də çox gözəl də təmizləyir bağırsaqları. İstifadə qaydası necə? Təsəvvür edin ki, bir şey deyim sizə. Birinci bir dənə buna açıqlıq verim. Təsəvvür edin ki, bir ambar var. Bütün, yəni belə deyim də, ambarı biz zirzibillə doldururuq. Məsələn, yediyimiz qidalar, atxotlar hamısını tökürük ora. Biz oranı təmizləmirik. O ambar bir müddətdən sonra dəhşətli bir vəziyyət alacaq. Bax, orada belə deyim də, bütün belə mundar bir şey yaranacaq. Yəni sıçovla qədər, mikrob, yəni hər şey. Hər şey. Bizim bağırsaqlarımız inanın ki, o vəziyyətdədir. O vəziyyətdə. İllərlə yeyib içirik, biz oradan məlumatımız yoxdur, təmizləmirik. Qida borusu daxil, mədə, 12 barmaq bağırsaq, yoğun bağırsaq. Bu gedir 10 metrəyə çıxır. Burası sirli orqandır, sirli. Bütün əmilmə prosesi burada baş verir. Təsəvvür edin ki, biz oranı təmizləmirik, heç maraqlanmırıq. Bəzi insanlar var ki, qəbizlikdən əziyyət çəkir. Yəni, insanlar arasında biri-birindən soruşurlar, sən qəbizsən, yoxsa ishalsan. İshal olanda deyirlər ki, hə, bu yüngül haldır. Xeyr, qəbz olanda hə. Bax, hər ikisi problemdir. Qəbz olanda nəcis sizdə məbəşdiyin bağırsağın içində qalır, bu toksinləşir, zəhərli maddəyə çevrilir, artıq bağırsaq bunu yenə bırakın soğurur. İshal olanda isə yediyimiz qidalar olduğu kimi diri-diri bayıra atılır və biz buradan mineral vitamin əldə eləmirik. Bu da bir problem. Hər ikisi problemdir. Bağırsaq mükəmməl çalışmalıdır. Mükəmməl boşalma olmalıdır insanda. Necə məsələn üçün yediyi normal şəkildə həzmə getməlidir. Biz hər gün 1-2 dəfə ən azından bayıra getməliyik. Tam boşalmalıdır. Ümumiyyətlə, mən bağırsaq təmizlənməsi eləyəndən sonra məndə, belə deyim də, mükəmməl bir həzm sistemi var. Ona görə mütəmadi mən bunu eləyirəm. Biraz çox-çox eləməyimin səbəbi odur ki, sizə göstərmək üçün, siz buradan fayda götürəsiz deyə, eləyəsiz deyə, həvəslənəsiz deyə. Həm də bir şey deyim, bunu eləyən kimi insanlar var ki, 3-4 kiloqram birdən çəkisi gedir. Çünki şlaqlar, toksinlər hamısı tökülüb gedir. Bunu için siz özünüz görəcəksiniz ki, sizdən nələr gəlib töküləcək. Qara-qara, nələr gəlib töküləcək sizdən. O əmici tellərin araları hamısı təmizlənməlidir ki, bizim əmici tellər oradan mineralları, vitaminləri lazımı qədər gözəl şəkildə əmsin, bizə versin, orqanizmə göndərsin. Demək ki, bir dənə onu deyim, necə təmizləyirik. Səhər-səhər yuxudan dururuq. Allah verəndən indi çıxırıq, 1-2 stəkan suyumuzu içirik, gedirik yürüyüşümüzü falanımızı eləyirik, gəlirik. Allah verəndən qidalanırıq. Saat 11-ə qədər sonuncu qidanı, suyu tamamlayırıq. Saat 3-də, məsələn üçün, mənim çəkim 70 kiloqramdır. 170 kiloqram gənəgərçə yağına soyuq sıxım, Pakistanlı olsun, yaxşısı olsun. Mən də gətirmişəm. Kim istəsə verərəm, problem yoxdur. Demək, 70 kiloqram çəkisi olan insan, məsələn üçün deyirəm, 70 qram gənəgərçə yağı götürür. 2 o qədər, 140 qram da limon şirəsi buna qarışdırılır. Bax, bu qədər şey alındı. Və bunu yavaş-yavaş içirsiniz. Saat 3-də içirsiniz bunu. 3-ə qədər, 11-dən 3-ə qədər heç nə yeyib içmirsiniz. 3-də bunu içirsiniz. Səndən sonra 7-yə qədər yenə heç nə yeyib içmirsiniz. 7-də yaxşı olar ki, 1 stəkan belə göy almanın şirəsini çəkin. Bismillah, bunu için. 1 saatdan sonra artıq, 7-dən, yəni bunu içirsiniz, 1 saatdan sonra siz artıq su, çay da yəni it burnu qaragilə dəmləməsindən söhbət edirəm.
Axşam yatana qədər içə bilərsiniz, yəni 9-a qədər. Belə, növbəti gün yuxudan durursunuz, baxırsınız vəziyyətə. Vəziyyət normaldırsa, həmən gün də aclıq edirsiniz, yenə də həmən gün səhərdən düz axşama qədər heç nə yeyib içmirsiniz, ancaq su içə bilərsiniz. Növbəti gün yenə durursunuz, yaxşısınızsa, yenə də aclıq eləyə bilərsiniz. 2 gün, 3 gün, 4 gün, 5 gün eləyə bilərsiniz. Amma onkoloji xəstələrə tövsiyə edirəm ki, bir az toparlanandan sonra bir gün eləsinlər. Orqanizm yenilənir. Deyərəm ki, bütün sistem yenilənir. Həzm sistemi mükəmməl bir vəziyyətə gəlir vallahi ki. Bismillah. Bir də ki, bunu eləyəndən sonra uzanırsınız, bunu işləyirsiniz. Bir 15-20 dəqiqə sağ çiyini üstə uzanın. Gəl bir kəlmə sən də danış. Sən Canlısan? yox, video çəkirəm. Bu bağırsaq təmizləməsi elədim də səndə. Çəkin necə getdi? Bax, Sürətli çəki atırsınız. var idi səndə məsələn biraz qarın var idi də. Yoxsa çəkim də var idi də. Mən Sıraz getdi. 67 kilodan düşdüm 60 kiloya. Bu yəni ki, sırazdır ya. Bu şılaqlara, toksinlər hamısı Bir ay tökür. keçmədi, mən sırazı arıqladım. Amma insanlar var ki, burada gəlib yazacaqlar. Bağırsaq təmizlənməsi eləyəndən sonra yorumlarda çünki görürəm mən. Mükəmməl deyirlər ki, yəni istədiyimiz qədər arıqladıq. Toksinlər, şılaqlar hamısı təmizləndi. Bağırsaq təmizləməsi eləyəndən sonra çox insanlara biz tövsiyə edirik ki, arıqlamaq istəyən xanımlar, bəylər birinci bağırsaq təmizləməsi eləsinlər, sonra bismillahla başlasınlar ut hindi ilə ağızdan qal toxumu. Bir də bir şey deyim sizə. Kimin ödündə daş varsa, o bağırsaqlarını imalə eləsin. İçməsin bunu. Kimin təzyiyi aşağıdırsa, təzyiyini qaydasına salsın, sonra içsin. Bu məcbur deyil. Mən sadəcə olaraq yaşadıqlarımı, fayda gördüyüm şeyləri insanlara çatdıram ki, belə bir şey var, eləyin, sağalın. Mən yaşadığım sistemdə, neşi sistemində sağalmayan xəstəlik yoxdur. Bütün xəstəliklər sağalır Allahın izni ilə. Bütün. Bir xəstəlikin üzərində mən dayanmıram, işləmirəm. Bütün xəstəliklər gedir. Sağlam həyat tərzində, neşi sistemində. Və sonradan yaranan xəstəliklə, yəni Allah bizi dünyaya xəstəliklə yaradıbsa, ona o biraz bəli. Amma belə yəni ki, sonradan yaranan bütün xəstəliklər sağalır, sonradan. Anadan gəlmə yox. Onlar çətindir. Belə, içirsiniz bunu, başa saldım sizə hamısını. Yəni, gerçək yağdan məndə var, problem yoxdur, verə bilərəm. Hə, ödündə daş olanlar necə eləyir? Səhərdən axşama qədər su içir, axşam götürür bir baş sarımsaq, bir baş limon. Aptekdən də imalə paketi alır. Onları təmizləyir, ət maşından keçirir, 2 litr qaynanmış suya qarışdırır. 5-10 dəqiqədən sonra süzür onu, marladan, cunadan süzsün. Süzəndən sonra imalə paketinə yerləşdirir, özün imal edir. Onlar daş olanlar bunu içməsin. Çünki xatırladım ki, bu çox güclü öd qovucudur. Bunu niyə görə deyirəm? Ödü atacaq kanala. Atar, sonra yəni ki, elə bir məsəl var, deyir, qaş düzəldən yerdə vurub göz çıxadarsınız. Ona görə də ehtiyatlı olun, daş olanlar. Təzyiyi aşağı olan, təzyiyi də sala bilər. Evdə olmalısınız. Yəni, dincəlin, uzanın, dincəlin. Qarnı açacaq, bir müddətdən sonra bu qarnı açacaq. Yaxşı olar ki, məsələn, bu hər kəsə aiddir. Bunu içəndən sonra axşam 7-də, 8-də bir dənə bu imalə deyirəm, onu hər kəs eləsin. Bu imalə tamam başqa bir şeydir. Yəni, o yoğun bağırsağı mükəmməl təmizləyir, mükəmməl. Mikrobların yuvasıdır ora. Dəhşət təmizləyir. Təzyiyi salanlar da biberiyə dəmləyib içə bilər. Gördünüz, təzyiyi düşür. Bir çay qaşığı biberiyəni bir stəkan sonra dəmləyin. 15-20 dəqiqə qalsın. Ondan sonra da soyuyanda süzün. Bir çay qaşığı bal qarışdırın. İçin. Elə içə-içə təziyinizi qaldıracaq. Bütün, yəni hər şey sizə deyirəm ki, rahatlıqla sağlam həyat tərzinə gələsiniz. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Özünüzdən müğayət olun. Mən də bacardığım qədər, gücüm yetdiyi qədər insanlara belə deyim də, yaxşılıq eləməyə, məlumatları verməyə, onların sağlamlaşması üçün yol göstərməyə çalışıram. Öz yaşadıqlarımı necə fayda görmüşəm, insanlara çatdıram ki, gedin bunları eləyin, sağ olun, çox sağ olun. Allah bütün xəstələrə şəfa versin.